İndi bu Zərifə Əliyeva xəstəxanası ilə üzbəüz burada bir park var. Oranın yanı ilə biz irəliləyirik. Yəni mən tək deyirəm. İrəlidə gedən iki də mənim dostum var. Bax, birdən qəflətən sağ tərəfdən, yəni çəkə bilmədim onu, çünki açığı qorxduq. Hətta mən elə, yəni atlandım yol tərəfə ki, ayağımdan ayaqqabının biri də çıxdı. 3, yəni zırıltı, küçə iti. Bax, mən gəlin göstərim, sağ tərəfdəyəm. Yəni burada yaşayanlar bəlkə də bilər bu nə məsələdir. Yəni yazarlar da kommentari bölməsində bu haqda. Cumdular bizim üstümüzə. Yəni yanımda olan dostlar və hal-hazırda qabaqda irəliləyirlər. Göstərim sizə. Onlardan biri əməlli başlı, yəni ki, belə bir qara qışqırıq saldı. Özü onların qabağına hücum çəkdi. İtlər hürkdülər, qaçdılar, getdilər. Amma ki, bu faktı və reallıqdır. İndi vallah, kimsə əgər necə istəyir bunu başa düşsün, kim necə istəyir bunu qələmə versin, şəxsən mən onun tərəfdarıyam ki, bu küçə itlərini küçələrdən yığışdırmaq lazımdır. Yəni bu yaxınlarda bəlkə özünüz eşitmişsiniz də, yəni bir neçə hadisə baş verib ki, haçan ki itlər cumublar, bir dənə 14 yaşında uşağı əməlli başlı üskünə qoyublar və uşaq nəticədə çox sayılı həsarətlər alıb. Yəni ayaq layihəsinə. Yəni bu bir reallıqdır. İnandırım sizi, mən şəxsən heç 1 qram da həvslənmirəm. Yəni ki, sabah bu küçə itlərin aqibəti nə olacaq? Mənim üçün ilk öncə, yəni bizim uşaqlarımızın, nəinki uşaqlarımızın, hamısının təhlükəsizliyidir. Yəni inandırım sizi, mən çoxdandır belə bir şey görməmişdim. Bugün ilk dəfədir, mən özüm hiss etdim ki, bu nə deməkdir. Yəni inanın mənə, 3, bax zırıltı, it əməlli başlı hücum etdi bizə. Mən yəni bir an əməlli başlı şaşıldım da, yəni mən belə bir şey görməmişdim. Yəni mən məcbur oldum, demək olar ki, qaçmaq. Qaçanda da ayaqqabım çıxdı ayağımdan. Halbuki o moment bir də hiss etdim ki, mən yoldayam. Yəni söhbət bax bu əsas magistraldan gedir də. Yəni o moment mən düşünmədim ki, oradan keçən bir maşın olar, hansı ki məni vurar. Və ona görə valla bu heyvansevərlər, itsevərlər, mənim heç vecimə də deyirsiniz, nə fikirləşirsiniz, necə fikirləşəcəksiniz, nə yazacaqsınız. Amma sabah, əgər lazım olsa, şəxsən mən tam təmənnasız, yəni ki, volontyor formada həmən o itləri küçədən yığışdırmağa hazır olanlarından biriyəm. Bu qədər qəlbdən qəlbə.